Təəssüf ki, bizim mədəniyyətimizdə zamanın dəyəri çox azdır. Təəssüf ki, bizim cəmiyyətimiz zamanın qədrini bilmir. O həm də dünyavi inkişafdan saxlayır bir milləti, həm də mənəvi təkamüldən saxlayır, hər şeydən saxlayır. Kimin üçünsə zaman dəyərsizdirsə, deməli özünün qiymətini bilmir. Bir adam üçün pul zamandan daha dəyərlidirsə, o adamın ağlı zəifdir. Kim olur olsun. Bir adam üçün var-dövlət, sərvət zamandan daha dəyərlidirsə, o adamın ağlı zəifdir. O adamın Allaha imanında nöqsan var. Bir adam zamanını boş xərcləyirsə, imanı zəifdir. Allaha az iman gətirib. Biz Allaha vaxt ayırmırıq. Halbuki bütün vaxtımız Allahın ixtiyarında olmalıdır. Allah vaxtın müştərisidir. Vaxtı baha qiymət alır bizdən. Zamanı alır, əbədiyyət verir. Hər dəqiqə əbədiyyətin bir hissəsinə çevrilmək üçün verilib bizə.